proqramınızı təqdim edəsiniz. İcazənizlə mən bugünkü mətbuat konferansımızda iştirakçılarımızı təqdim edeyim. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini, hörmətli Əli Müəllim Nəbiyev və Agentliyin Qida Təhlükəsizliyi Şöbəsi müdiri Vahide xanım Sadıqova iştirak edirlər. Həmçinin bugün Agentliyin məsul şəxsləri, şöbə müdürləri buradadır, Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələri buradadır, sualları cavablandırma vəzifələri hazırıq. Beləliklə başlayırıq. Çıxış üçün söz verilir. Hörmətli Əli Müəllim, buyurun. Təşəkkür edirəm İlkin müəllim. Hörmətli həmkarlar, hörmətli media mənsubları, mən də öz adımdan, agentliyin adından sizi Qida Təhlükəsizliyi Agentliyinin cari ilin 6 ayına həsr olunmuş mətbuat konferansında salamlamaqdan məmnunam. Hesab edirəm ki, artıq ənənəvi xarakter daşıyan bu kimi görüşlərimiz ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edərək iştirakınız üçün sizə bir daha agentlik adından minnətdarlığımı bildirirəm. Görüşün formatı ilə bağlı İlkin müəllim qeyd etdi. Təklif edirəm ki, formatı biraz fərqli müəyyən edək. Biz adətən rəsmi və statistik məlumatların verilməsi, daha sonra sual-cavab formatına keçirik. Bugün Validə xanımdan da xahiş edəcək ki, çıxışlarımızı minimum formada nəzərdə tutaq ki, sual-cavab hissəsinə daha çox vaxt ayıraq. Ona görə ən zəruri məlumatları, bəzi məlumatları sizin diqqətinizə çatdıracağıq. Agentlik bu cari dövr ərzində də fəaliyyət sahəsinə uyğun olaraq qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı sahəsində tədbirlərini davam etdirilmişdir və əhalinin sağlam, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatını gücləndirmək, bu sahədə nəzarət tədbirlərini görmək istiqamətində müvafiq işlər görülmüşdür. Bu istiqamətdə qida zəncirində risk əsaslı dövlət nəzarəti daha da genişləndirilmiş, saxta və təhlükəli qida məhsullarının dövrəyə daxil olmasının qarşısı alınmış, laborator müayinələrin çeşidliyi və əhatə dairəsi artırılmışdır və elektron sistemlərinin tətbiqi istiqamətində önəmli addımlar atılmışdır. Qida təhlükəsizliyi sisteminin strateji inkişafını təmin etmək məqsədi ilə agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsinə dair ikinci dövlət proqramı hazırlanmışdır. Bu barədə daha öncə də biz mediaya məlumat vermişdik və artıq bu dövr ərzində qeyd olunan dövlət proqramı qəbul olunması üçün adəti üzrə təklif olunmuşdur. Qeyd olunan dövlət proqramında 10 prioritet istiqaməti üzrə azad zonaların yaradılması, qida təhlükəsizliyi ilə nəzarət məntəqələrinin qurulması, heyvanların identifikləşdirilməsinin tamamlanması və vahid sağlamlıq konsepsiyasının genişləndirilməsi kimi 60-dan çox mühüm tədbir nəzərdə tutulmuşdur. Hətta qeyd etmək istərdim ki, beynəlxalq müstəvidə də Azərbaycan təcrübəsi çox böyük maraqla qəbul olunur və bu müddət ərzində Özbəkistanda məhz Aktanın tarladan süfrəyədək prinsipinə əsaslanan vahid idarə etmə modeli əsasında Qida Təhlükəsizliyi Komitəsi də təsis edilmişdir. Bu da Azərbaycan qida təhlükəsizliyi sisteminə beynəlxalq səviyyədə verilmiş mühüm qiymətli hesab edirik. Dövlət nəzarəti və daxili bazarın sağlamlaşdırılması istiqamətində də bəzi məlumatları sizlə paylaşmaq istərdim. Cari ilin 6 ay ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilmişdi və 1963 müəssisədə uyğunsuzluqlar müəyyən edilmişdi. Ciddi nöqsanlar aşkar edilən 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılmış, nöqsanları aradan qaldırılan 95 müəssisə üzrə isə fəaliyyət bərpa olunmuşdur. Uyğunsuzluq aşkarlanan 1600 ton, 450 min litr və 130 min ədəd məhsul məhv edilmiş, 430 ton məhsul utilizasiya olunmuşdur. Eyni zamanda keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30 tondan çox və o cümlədən 430 kiloqramdan çox at əti aşkarlanaraq məhv edilmişdir. Ölkə üzrə 390 ümumi təhsil müəssisədə monitorinqlər aparılmış, 263 məktəb üzrə və ümumi təhsil müəssisə üzrə normativ tələblərin pozğunluğu aşkarlanmışdır ki, orada yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar məktəb bufetlərindən kənarlaşdırılmışdır. 2 məktəb bufetinin isə ümumiyyətlə fəaliyyəti məhdudlaşdırılmışdır. Ərzaq bazarları ilə bağlı məsələyə toxunmaq istərdim. Bugünkü gündə ölkə ərazisində 79 ərzaq bazarı fəaliyyət göstərir və bu dövr ərzində, 6 ay ərzində bazarların 19-unda planlı yoxlamalar həyata keçirilmişdir ki, indiyədək 17 bazarın sağlamlaşdırılması üzrə işləri tamamlanmışdır. 30 bazar üzrə nöqsanlar qismən aradan qaldırılmışdır. Digər bazarlara isə nöqsanların tamamilə aradan qaldırılması istiqamətində
zəruri tapşırıqlar və tövsiyələr verilmişdir ki, biz mütəmadi olaraq bazar sahibləri ilə də görüşlər keçiririk, tələblər barədə onları məlumatlandırırıq və fürsətdən istifadə edərək, buradan da çağırış edərək bazar sahiblərindən xahiş edirik ki, bazarların normativ tələblərə, sanitar gigiyena normalarına uyğunlaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərini icra etsinlər. Əlavə olaraq bazarların fəaliyyəti ilə bağlı da bir yeni layihə barədə məlumat vermək istəyərdim. Agentlik ailə kəndi təsərrüfatlarında hazırlanan qida məhsullarının, süd və süd məhsullarının xüsusilə bazara dövr etməsi və orada ticarət edilməsi istiqamətində bir yeni layihəyə başlamışdı. Bu layihənin mahiyyəti nədən ibarətdir? Bildiyiniz kimi bəzi məhsullar bazara daxil olarkən onların mənşəyi məlum olmur və onların izlənməsi mümkün olmur ki, bu da qida təhlükəsizliyi sahəsində mənşəyi məlum olmayan məhsulun dövrü ən böyük risk faktorlarından biridir. Bu istiqamətdə agentlik tərəfindən həmin təsərrüfatlarda tamamilə dövlət vəsaiti hesabına sağlamlaşdırma tədbirləri aparılmış və həmin məhsulların bazara giriş etməsi üçün bazarlara qablaşdırma materiallarının və etiket formaları ilə bağlı nümunələr təqdim edilmişdi. Qeyd olunan nümunələri həmkarlarımız burada qoyublar. Biz onları saytda da yerləşdirərik və sizə də təqdim edərik ki, bu etiket məlumatların məhsulların üzərinə, olan qablaşdırılması üzərinə yerləşdirməklə məhsulların mənşəyi barədə və onların istehsalçısı barədə ətraflı məlumat əldə edə biləcəyik ki, nəticədə həm sanitar və gigiyenik tələblərə cavab verən qablaşdırma materialları, həm də həmin məhsullarının mənşəyi barədə də istehlakçılar daha məlumatlı olacaqlar. Eyni zamanda nəzarət tədbirləri zamanı bir sıra ciddi pozuntular da bu 6 ay ərzində aşkarlanmışdır ki, onlardan biri qanunsuz olaraq arıqlama məhsulları kimi təqdim olunan və onlayn ticarət platformalarında satışı həyata keçirilən bəzi məhsullardır. Bu çay, kofe, bioloji aktiv qida məhsulları kimi məhsullardır ki, onların istehlakçı hüquqlarının pozması ilə yanaşı, həmçinin tərkibində insan həyatı üçün çox təhlükəli olan və güclü təsir edici maddə hesab olunan sibuturamin aşkar edilmişdi. Bununla bağlı agentlik və ölkənin baş prokurorluğu ilə birgə tədbirlər görülməkdədir. Həmin şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində. Mən fürsətdən istifadə edib Validə xanımdan xahiş edəcəm ki, bu barədə çıxışında daha çox məlumat versin ki, əhali də bu barədə məlumatlansın. Eyni zamanda energetik içkilər və alkoqolsuz içkilərinin istehlakçıların hüquqlarının pozulması istiqamətində yol verdikləri nöqsanlar istiqamətində tədbirlər görülmüşdür. Bu barədə də hörmətli Validə xanım məlumat verəcəkdir. İdxal-ixrac əməliyyatları və beynəlxalq bazarlara çıxışla bağlı məlumat vermək istərdim. Artıq Azərbaycandan 70-dən çox ölkəyə məhsul ixrac edilir və bildiyiniz kimi bütün idxal və ixrac əməliyyatları tamamilə rəqəmsallaşmış formada, yəni hər hansısa bir fiziki təmas olmadan icra edilməkdədir. Bitkiçilik məhsullarının ixracı 490 min tona çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artmışdır. Eyni zamanda Çin bazarı ilə əməkdaşlıq barədə də məlumat vermək istərdim. Çinə akvakultura, yabanı dəniz məhsulları və quş ətinin ixracını əhatə edən agentliklə Çin Xalq Respublikasının Aidiyyatı Qurumu arasında mühüm 3 protokol imzalanmışdır ki, qeyd olunan protokolların icrası çərçivəsində də Çin-Azərbaycan ticarəti də genişlənmiş olacaqdır. Heyvan sağlamlığı üzrə ən mühüm tədbirlərdən biri də bu 6 ay ərzində görülmüş tədbir kimi qeyd etmək olar ki, 11 heyvan bazarının fəaliyyəti yenidən qurulmuş, tələblərə tam uyğunlaşdırılmış və artıq fəaliyyətə başlamışdır. Bununla da nəticədə ölkədə artıq 14 heyvan bazarı fəaliyyət göstərir ki, bu yaxın günlərdə də daha bir bazar, Xaçmaz bazarı da fəaliyyətə başlayacaq. Cəmi olaraq 15 heyvan bazarı artıq ölkə üzrə fəaliyyət göstərəcəkdir. Eyni zamanda heyvanların identifikasiya işləri də davam etdirilməkdədir. Həmçinin növbəti ildən identifikasiyanın dövlət vəsaiti hesabına aparılması istiqamətində də hazırlıq işləri görülməkdədir. Fitosanitar nəzarəti və bitki sağlamlığı istiqamətində də geniş miqyaslı tədbirlər görülmüşdür. Amerika ağ kəpənəyi və çərki hekimlərə qarşı geniş monitorinqlər aparılmış. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Aqrar Xidmətlər Agentliyi ilə birgə zəruri mübarizə tədbirləri aparılmış və bu istiqamətdə müsbət nəticələr əldə edilmişdir. Qəhvəyi mərmər bağacığı ilə bağlı ölkə üzrə 16 min nöqtədən çox nöqtələrdə aparılan monitorinqlər nəticəsində 390 mindən çox zərərverici aşkarlanaraq məhv edilmişdir.
verilmişdi. Eyni zamanda bu müddət ərzində gavalının cibcibə virusu və pomidor meyvələrinin qonur qırışıqlığı virusu aşkarlanmış və o sahələrdə operativ lokallaşdırma tədbirləri görülərək təsərrüfat sahiblərinə bu barədə zəruri maarifləndirici və tövsiyə edici məlumatlar verilmişdir. Fürsətdən istifadə edərək təsərrüfat sahiblərini də çağırış edirəm ki, qeyd olunan viruslara qarşı mübarizə tədbirlərini təxirə salmadan icra etsinlər ki, həm təsərrüfatların daha tez sağlamlaşdırılması, həm daha az ziyanla üzləşməsi üçün bu çox mühüm əhəmiyyət kəsb edir. Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə bağlı da qeyd edim ki, bu dövr ərzində laborator sınaqlar davam etdirilmişdi. 6 ayda 545 mindən çox müayinə aparılmış, uyğunsuzluq göstəricisi cəmi 0,3%-a yaxın olmuşdur. Eyni zamanda institut tərəfindən quduzluq əleyhinə vaksin tərkibli cəlbedici yemin ölkəmizdə istehsalı məqsədi ilə Quba rayonunda xüsusi istehsal sahəsi ayrılmışdı və ilin sonunda artıq həmin yemin istehsalına başlanılacaqdır ki, bu da ölkəmizin biotəhlükəsizliyi və xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə tədbirində mühüm rol oynayacaqdır. Belə, qısa olaraq mənim deyəcəklərim bu qədər. Sözü ötürürəm Validə xanım. Təşəkkür edirəm. Mən də media mənsublarını salamlayıram. Bir məsələni əvvəldə qeyd etmək istəyirəm ki, agentlik qida təhlükəsizliyi sahəsində olan hadisələri, görülmüş işləri ictimaiyyətə obyektiv və düzgün şəkildə çatdıran media üzvlərinin fəaliyyətini yüksək qiymətləndirir və bu əməkdaşlığınız üçün sizə səmimi minnətdarlığımızı bildiririk. Hörmətli Əli bəy, statistik məlumatları səsləndirdim. Mən isə 2026-cı ilin ilk 6 ayında daha çox ictimai sağlamlıq məsələlərinə təsir edən müzakirələri sizinlə bölüşüm. Bu məsələlərdən biri də sosial şəbəkələr üzərindən qeyri-qanuni formada qida məhsullarının satışı fəaliyyəti olmuşdur. Bildiyimiz kimi son illər sosial media platformaları ictimaiyyəti, istehlakçıları məlumatlandıran mənbə olmaqla yanaşı həm də aktiv satış kanalına çevrilmişdir. Bu təbii tələbatın nəticəsi ola bilər. Lakin qanunsuz qida satışına şərait yaratdığı halda artıq ictimai sağlamlıq məsələsinə çevrilir. Bununla bağlı agentlik tərəfindən monitorinq həyata keçirilmişdir və şəxsi istehlak məqsədi ilə ölkəyə gətirilmiş və poçt sifarişləri vasitəsilə şəxsi istehlak məqsədi ilə bəyan edilmiş məhsulların daha sonra qanunsuz şəkildə sosial şəbəkələr vasitəsilə satıldığı müəyyən edilmişdir. Bu tendensiyanın qabarıq göründüyü sahələrdən biri idmançı qidaları olmuşdur. Hətta idmançı qidaları bəzi idman zallarında, idman mallarının satıldığı mağazalarda da aşkar edilmişdir. Bununla bağlı bütün lazımi tədbirlər görülmüşdür. Daha sonra paralel olaraq bioloji aktiv qida məhsullarında da bu müşahidə olunur. Belə ki, bəzi apteklərdə belə qanunsuz olaraq şəxsi istehlak məqsədi ilə gətirilib, daha sonra satışa həyata keçirilən məhsullar aşkarlanmışdır. Monitorinq zamanı təəssüf ki, bu məhsullardan götürülmüş nümunələrin demək olar ki, hamısında insan sağlamlığı üçün təhlükəli olan sibutramin maddəsi aşkarlanmışdır. Deyərdim, ən təhlükəlisi bunlardan qadınlara xitab edən, qadınlara müəyyən müddət ərzində çəki itirməyi vəd edən arıqlama qəhvələri, çayları, bioloji aktiv qida məhsullar, təbii bitki qarışımı adı altında təqdim olunan məhsullar olmuşdur ki, bunların içində insan sağlamlığı üçün çox ciddi təhlükələr ehtiva edən sibutramin maddəsi aşkarlanmışdır. Bu təhlükəsinin sübut olunması səbəbi ilə hətta dərman maddələrinin, dərman vasitələrinin də tərkibində istifadə olunmasına yol verilmir. Daha sonra kişilər üçün nəzərdə tutulan məcunlar, yenə təbii bitki qarışımı adı altında təqdim olunan, daha sonra şokolad məhsullarında da çox təhlükəli olan qəflətli ürək tutmaları, insult, infarkt riskinə səbəb ola biləcək sildenafil maddəsi aşkarlanmışdır. Bununla bağlı hüquqi zəmində qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına da məlumatlar ötürülmüşdür. Birgə nəzarət tədbirləri görülməkdədir. Şəkillərdən görə bilərsiniz bu məhsulları. İstehlakçılara da sizin vasitənizlə
sosial şəbəkədən mənşəyi məlum olmayan, dövlət nəzarətindən keçməmiş məhsulları əldə etməməyi tövsiyə edirik. Aldıqları tədbirdə isə qətiyyən, əgər alıblarsa, qətiyyən istehlak etməsinlər. Bir də sizin vasitənizlə sahibkarlara fəaliyyətlərini qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğunlaşdırmağa dəvət edirik. Çünki agentlik hər zaman qanuni fəaliyyət göstərən sahibkarların yanındadır, onların etibarlı tərəfdaşı olmağa hazırdır. Lakin qanunsuz fəaliyyətlə məşğul olan, istehlakçı sağlamlığını riskə atan, istehlakçı hüquqlarını pozan və ya buna şərait yaradan fəaliyyətlərlə bağlı bundan sonra da nəzarət tədbirləri qətiyyətlə davam etdiriləcək və agentliyin mövqeyi ondan ibarətdir ki, dövlət və özəl sektorun əməkdaşlığı yalnız qanunvericiliyə hörmət və qarşılıqlı məsuliyyət prinsipləri əsasında mümkün ola bilər və sahibkarları da bu agentliyin prinsipinə hörmət etməyə və riayət etməyə dəvət edirik. İctimai sağlamlıq məsələsinə təsir edə biləcək hallardan biri də gənclərin, xüsusilə yeniyetmələrin son vaxtlar istehlakını artırdığı və marağının artdığı qida məhsullarından biri olan energetik içkilərdir. Energetik içkilərin yay mövsümündə istehlakı bildiyimiz kimi daha da intensivləşə bilir. Agentliyin hər zaman xüsusi nəzarətində, diqqətində olan məsələdir. Aktuallığı məsələnin nəzərə alınaraq monitorinq həyata keçirilmişdir bu sahədə də və buna səbəb agentliyin 2026-cı ilin 1-ci rübündə istehlakçılar arasında keçirdiyi sorğu olmuşdur. Əfsuslar olsun ki, sorğu 500-ə yaxın istehlakçı arasında keçirilmiş sorğuda 72% iştirak edənlərin 72%-i məhsulların energetik içki olub-olmamasını onun tərkib xüsusiyyətlərinə görə yox, onların üzərindəki qrafik təsvirlər, əmtəy nişanları, qısacası məhsulların marketinqinə görə müəyyən etdikləri aşkar olunmuşdur və bu agentlik üçün çox mühüm siqnal oldu. Alkoqolsuz içki bazarında ciddi monitorinq təşkil olundu. Ölkəyə həm ixal olunan, həm də yerli istehsal olunan alkoqolsuz içkilərdən nümunələr götürüldü, laborator müayinələrə cəlb olundu, həm də paralel olaraq etiket məlumatları təhlil edildi. Sualımız bundan ibarət idi ki, daha doğrusu cavab tapmaq istədiyimiz sual bu idi ki, həqiqətənmi içki bazarında energetik içki olmadığı halda bu təəssüratı yaradan içkilər mövcuddurmu? İdxal olunan məhsullarda bu uyğunsuzluqlar aşkar olunmadı, lakin yerli məhsulların 50%-dən artığı demək olar ki, energetik içki olmadığı halda etiketlənmə və qablaşmalarında güc, aqressiya, dominantlıq simvolu olan heyvan obrazlarından istifadə edilməsi, yüksək performans və güc vəd edən İngilis və Azərbaycan dillərində əmtəy nişanlarından, adlardan, şəkillərdən, təsvirlərdən, simvollardan istifadə edildiyi müəyyən edildi. Bununla bağlı aidiyyəti dövlət qurumlarına da müraciətlər edilmişdir, birgə nəzarət tədbirləri məqsədi ilə. Bildiyiniz kimi energetik içkilər tərkibində yüksək miqdarlarda kafein və insanın mərkəzi sinir sisteminin oyacılığını artıran stimulatorlar ehtiva edə bilər. Məhz bu səbəbdən 18 yaşa dək çatmayan şəxslərə bunların satışı qanunla qadağandır. Həmçinin 18 yaşdan böyük şəxslərdə də əgər ürək, böyrək, qaraciyər, yüksək arterial təzyiq, hipertenziya, şəkərli diabet kimi hallar varsa, qətiyyən istehlakı tövsiyə olunmur. Hətta sağlam şəxslərdə belə gün ərzində 500 ml-dən artıq istehlakı tövsiyə olunmur. Bu xəbərdarlıqlar qanunvericiliklə energetik içkilərin etiketlərində göstərilməsi məcburi olan xəbərdarlıqlardır. Lakin bu xəbərdarlıqların öz məqsədinə çatması üçün, bu funksiyanı yerinə yetirə bilməsi üçün istehlakçının aldığı məhsulun etiketlənməsi ona məhsulu energetik içki və adi sərinləşdirici içki arasında ayırd etməyə imkan verməlidir. Bir məsələni burada vurğulamaq istəyirəm. Məqsədimiz qətiyyən hər hansı bir istehsalçı şirkəti və ya məhsulu hədəf almaq deyil. Məqsədimiz istehlakçı üçün
məhsulun qablaşmasının, etiketlənməsinin istehlakçıya o məhsulu ayırd etməyə imkan verən formasının təmin edilməsidir. Əlavə olaraq bununla bağlı demək istərdim ki, növbəti kadrı rica edəcəm göstərək. Bu içkilər sərinləşdirici içki olduğu halda energetik içki təəssüratı yaradır. Diqqətlə baxsaq, üzərindəki heyvan şəkilləri, enerji simvolları, İngilis-Azərbaycan dilində qeyd olunmuş sözlər bu təəssüratı yaradır. Sorğu və monitorinq nəticəsi də bunu bir daha göstərmişdir. Mənim xüsusi demək istədiyim məsələ agentliyin xüsusi diqqətində olan məqamlar və əldə olunmuş nəticələr bundan ibarət idi. Hansısa bir suallarınız varsa biz komandamızla birlikdə cavablandırmağa hazırıq. Çox sağ olun, təşəkkür edirik. Suallara keçib ala bilərik. Buyurun. Buyurun canım. Bina evi həm də şəxsi bağça. İkisi birində.